Möcüzə baş vermədi. Səbail son 3 ildə israrla can atdığı hədəfə çatdı. Dənizçilərin yeni mövsümə 1-ci liqada başlayacağı dəqiqləşdi. Klub idarəçiliyində yol verilən səhvlər, düzgün edilməyən seçimlər, Misli Premyer Liqasında maliyyə imkanlarına görə heç də ən zəif olmayan komandanın aşağı dəstəyə yuvarlanmasını rəsmiləşdirdi. Mövsüm ərzində 3 dəfə baş məşqçi dəyişən, kifayət qədər transfer edən Bayıl təmsilçisinin son ümidləri suya düşdü. Komanda son olaraq zirəyə uduzdu. Mövsümün ikinci yarısını fantastik keçirən Qəsəbə təmsilçisi outsiderə acımadı. Düzdür, qələbə bir qədər çətin alındı, lakin Səbailin arzularının üstündən xətt çəkmək mümkün oldu. İndi Kəpəz son oyunlarını formal keçirəcək. Gəncəlilər üçün yeganə stimul bir xal öndəki Sumqayıtı üstələmək olmalıdır. Neftçi Tovuzda qələbə qazansa da ilk dördlüyə düşmək şansını çoxdan itirmişdi. Bakılıların bütün ümidlərini növbəti yarış ilinə bağlayacağı dəqiqləşir. Əvəzində Avrokuboka vəsqə arzulayan Tovuzlular ciddi zərbə aldı. 2025-ci ildə nəticələri ciddi şəkildə pisləşən Qurban Berdiyevin yetirmələri hətta 4-cü pilləni əldən verə bilərlər. Amma yəqin ki, Turan Tovuz ona lazım olan bir xalı qazanıb Qarabağın kubok qazanmasına ümid bağlayacaq. Sabah indi mövsüm ərzində heç nədən itirdiyi xalların həsrətini çəkir. Xüsusilə outsiderlərlə oyunda büdrəmələr olmasaydı, indi 4-cü pilləni tutmaq üçün real şans var idi. Belə də Avrokubok mübarizəsi erkən bitəcək, sadəcə Avropa Liqasına yollanacaq komandanın kimliyini gözləyəcəkdik. Əslində son 3-4 həftədə qeydə alınan nəticələrin böyük ölçüdə önəmi yox idi. İlk 4 pillənin indiki kimi sıralanacağı demək olar ki, bəlli idi. Elə Səbailin də elitada qalmayacağı aydınlaşmışdı. Kubokun finalında Qarabağ 2 komandanın taleyini həll edəcək. Uduzsa Sabah, qalib gəlsə Turan Tovuz sevinəcək.